Depal S09, Changan Depal S09. Ardıcıl hibrid göz qurğusu, geniş salon, 3 oturacaq sırası və rahat səfərlər üçün geniş imkanlar təklif edən yeni Depal S09 modeli, xarici görünüşcə Li Auto L9 və Aito M9 ilə oxşardır. Həmçinin minimalist dizayna malikdir. Avtomobilin ön hissəsi 2 səviyyəli optika ilə seçilir. Əsas faralar aşağıda yerləşir. Kapot boyunca isə LED gündüz işıqları uzanır. Ənənəvi radiator barmaqlığı əvəzinə bamperdə kiçik hava girişi mövcuddur. Qapalı ön panel isə onu elektromobilə bənzədir. Xüsusiyyətlər arasında sürüşən qapı tutacaqları, damda yerləşən lidar sensoru və bagaj qapısında birləşdirilmiş arxa işıq elementi qeyd olunur. Modelin ölçüləri 5,2 metr uzunluq, 2 metr en və 1,8 metr hündürlük, təkər bazası isə 3 metr təşkil edir. Crossover 255'lik 50 profilli 20 düymlük el ölçülü şinlər və adaptiv amortizatorlu pnevmatik askı ilə təchiz olunub. Boş çəkisi 2670 kilo, tam çəkisi isə 3180 kiloqramdır. Crossover'da ardıcıl hibrid güz qurğusundan istifadə olunur. Bu qurğu 1,5 litrlik 150 at güclü 220 Nm fırlanma anı təqdim edən benzinli turbo motoru əhatə edir. Başlanğıc komplektasiyada arxa oxda 314 at gücündə 375 Nm fırlanma anına malik elektromotor mövcuddur. Tam ötürücülü versiyada isə ön oxda əlavə elektromotor əlavə olunur. 178 at gücündə 262 Nm fırlanma anı. Bu da ümumilikdə 492 at gücü və 637 Nm fırlanma anı təqdim edir. Hər iki versiyanın maksimal sürəti 205 km/saatla məhdudlaşdırılıb. Avtomobilin bateriya tutumu 40,2 kWh-dır. Arxa ötürücülü versiyanın elektriklə hərəkət məsafəsi 180 km-dir. Tam ötürücülü versiyada isə bu göstərici 170 km təşkil edir. Ümumi hərəkət məsafəsi 1000 km-dən çoxdur. Yanacaq sərfiyyatı isə 100 km-də 4 litrdir. Yeni crossover'da salon 6 nəfərlikdir. İnteryeri rahatlıq və texnologiyalarla təchiz olunub. Xüsusilə diqqəti cəlb edən element 15,6 düym ölçülü 2,5K təsvir ölçüsünə malik 2 ekranlı multimedia sistemidir. Ənənəvi cihaz paneli əvəzinə 43 düymlük artırılmış reallıqlı proyeksiya ekranı mövcuddur. İkinci sıradakı sərnişinlər üçün tavanda yerləşdirilmiş 21,4 düym ölçülü və 3K təsvir ölçüsünə malik ekran nəzərdə tutulub. Bütün sistemlərin iqlim nəzarətindən autopilota qədər idarə etməsi Huawei Harmony Space platforması üzərində həyata keçirilir. Avtomobildə çoxfunksiyalı iri konsol mərkəzi tuneli əvəz edir. Bu konsol birinci və ikinci sırada oturacaqlar arasında 700 mm məsafədə hərəkət edir. Konsolun üst hissəsində naqilsiz enerji yığımı və 4 stakan yeri mövcuddur. İçərisində isə temperaturu 6 dərəcədən 50 dərəcəyə qədər tənzimlənə bilən isitmə və soyutma funksiyalı geniş qutu yerləşir. Bundan əlavə, salon temperaturunu və oturacaqların isitmə soyutma ayarlarını idarə etmək üçün sensor panel də mövcuddur. Həmçinin hər iki oturacaq sırası üçün 8 nöqtəli masaj funksiyası nəzərdə tutulub. İkinci sıradakı oturacaqlar isə çəkisizlik funksiyalı 2 nəfərlik kreslolarla təchiz olunub. Avtomobilin avadanlıqları arasında nəhəng panoramik damın mövcudluğunu da qeyd etmək lazımdır. Həmçinin avtomobilə Huawei-nin son nəsil avtonom sürüş sistemləri Driving Aid ES3 inteqrasiya olunub. Bu sistem təkmilləşdirilmiş sensorlar və algoritmlərlə sürücünün iştirakı olmadan hərəkət zamanı təhlükəsizliyi və rahatlığı artırır. Depal S09 qabaqcıl texnologiyalar və düşünülmüş komplektasiya ilə kütləvi bazara yönəlmiş, onun geniş salonu, ardıcıl hibrid güz qurğusu və innovativ vasitələr sayəsində Li Auto L9 və Aito M9 kimi modellərə ciddi rəqibdir. Təəccübləndirici multimedia sistemi, şıq dizaynı və sərnişinlər üçün müasir rahatlıq yanaşması bu avtomobili təkcə texnoloji deyil, həm də geniş auditoriya üçün əlçatan edir. Sifarişləriniz üçün hazırıq. Rəsmi, sərfəli və sığortalı şəkildə avtomobiliniz ən qısa zamanda sizə təhvil verilir. Xidmətimizin üstünlükləri: sığortalı çatdırılma,
Gecikən hər günə görə kompensasiya, çatdırılma müddəti 35-50 gün, rəsmi müqavilə, invoice-la banka rəsmi ödəniş, avtomobilin tam və dəqiq texniki yoxlanışı, sığortalı və təhlükəsiz daşınma, ən sərfəli qiymətlərlə ideal seçim imkanı. Çinar Auto MMC. Əgər siz də bu avtomobilə sahib olmaq istəyirsinizsə, Çinar Auto MMC-yə müraciət edin. İzlədiyiniz üçün təşəkkür edirəm.